Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Səhər-səhərdir. Səhər-səhər sizin üçün vlog başlayıram. Düşündüm ki, artıq neçə günlərdir sizin üçün vlog paylaşmıram. Mütləq çəkiliş etməliyəm. Giyindim, məynimi gedirəm şəhərə Nərimanova. Soruşsaz ki, Nərimanova nə üçün gedirsiniz? Vergilərə. Vergi departamentinə getməliyəm. Ümumiyyətlə adınıza vergi açdırdınızsa, ən azı 2-3 aydan bir mütləq getməlisiniz. Nəsə problemlər çıxır, onları həll etmək üçün. Nəysə biz də getdik, növbəmizi götürdük, növbəmiz çıxdı, problemi həll etdik. Həm də mən ilk dəfə vergi ödəmişəm bu YouTube ilə bağlı. Onu öyrənməyə getdik ki, düzgün ödəmişikmi? Çünki biz milyonda ödədik. Xanım orada qeyd etdi ki, başqa kodda yazıb ödəmişik, ancaq belə problem yaranmır, yəni borcumuz yoxdur. Buna sevindik. Digər kodu yazdı, verdi. Nəysə bir də inşallah nə varsa pul çıxaranda YouTube'dan həmin koda vergimizi ödəyəcəyik. Oradan da gəldik xanımlar. Keçən vlogların birində çəkmişdim. Burada ucuz mağaza vardı. Nərmanovda xanımlar soruşmuşdu adını, Navis'di adı. Buradan bu şalvarı 20 manata gördüm. Eyni material, ancaq mən qızım üçün SY2-dən 40 manata götürmüşdüm. Keyfiyyəti superdi. Desəz ki, yəqin materialı fərqlidir. Xeyr, material da elə eynidir. Sadəcə olaraq burada 20 manata gördüm. Qızım üçün isə 40 manata götürmüşdük. Artıq 2 il bundan əvvəl, hələ də çox gözəl formada qalıb. Nəysə belə bütün paltarları sizin üçün çəkirəm. Mağazada nə var isə elə çox bir şey götürmədik. Belə əsas naski, kiçik bir şeylər götürdük mağazadan. İstədim sizlər üçün də çəkiliş edim. Nərmanovda işimizi bitirdik. Mağazanın bir neçə şey götürdük və gəldik Qara Qarayevə. Qara Qarayevdə belə binaların altında yerləşən 1 manatlıq dükan var. Adı 1 manatlıqdır. İçərisində hər şey tapmaq olar. Buranı ümumiyyətlə çox sevirəm. Hər dəfə yolum bura düşəndə mütləq bura girirəm və evə lazım olan şeyləri götürürəm. Bu dəfə də ən çox axtardığım şeyi tapdım. Bunu sizlərə göstərəcəm. Xanımlar, bu yağdanlıqları çox bəyəndim. Əsas da üçüncünü, yəni baxın bunu çox bəyəndim. Həqiqətən möhtəşəm idi. Sadəcə olaraq evdə olduğundan götürmədim. 11 manat neçəsə qəpik idi, səhv etmirəmsə. Ümumiyyətlə son vaxtlar özümə söz vermişəm ki, artıq rasxod etməyəcəm. Evdə olan bir şeyi yenidən almayacağam. Görək nə qədər sözümün üstə dura bilərəm. Və oradan da gəldik Eskarpinə. Eskarpinə bu dəfə girmədi. Ayaqqabı dükanına girmədi. Burada yaxşı ayaqqabılar, çantalar var. Bu tam Univermega girdik. Buradan paltara baxdım və özüm üçün dəst götürdüm. Elə bir şey axtarırdım. Təxmini o formada bir şey tapdım. Belə Bella dondurması aldım. Amma ərimək istəyirlər. Fındıqlı falan filan. 4 dənə. Özümə çay içməyə pişmaniyə aldım. Böyle çörək. Gəldim evə, deməli nə aldım? Elə bir çox bir şey almamışam. Bayaq aldıqlarımı sizə göstərdim. Dondurma götürdüm uşaqlar üçün. Ən sevdiyim şirniyyat peşmaniyə götürdüm, çörək götürdüm və oradan belə 1 manatlıqlardan Qara Qarayevdən binaların altında 1 manatlıqlar var. Oradan belə 5 yılka götürdüm. Deməli 2, 4, 6 dənədir. Elə bilirdim 10'du. Tələsik götürdük. Bilseydim 6 dənədir, 2 dəst götürərdim. Nəysə belə, bir də çoxdan da axtardığım həmin o moydadırın içi üçün qoyulan, qablar sınmasın deyə qoyulan bu rezinləri tapdım. Çoxdan da axtarırdım. Ancaq mən nə üçün istifadə edəcəm? Qablar qırılmasın deyə yox, əksinə moydadırın içi xarab olmasın deyə bundan istifadə edəcəm. Birini belə şəffaf götürdüm, birini belə ağ. Belə ağ götürdüm, ağ tez sarılacaq bilirəm. Bunun belə sel rəngi də var idi, 2 manata götürdüm. Belə yaxşıdır, inşallah istifadə edərəm, baxaram. Broşkanı götürdüm, baxın qızlar. Gözəldir rəngi də. Evdə istifadə edəcəm bu rənginə görə. Əslində mənim belə roz rəngdə demək olar ki, paltarım yoxdur. Qızımın var. Bayıra çıxanda qızım istifadə edər.
Evdə bəyəndiyim üçün aldım, evdə istifadə edərəm. Nəysə belə, başqa nə götürdüm? Bunlar da ədəvələrimdir. Mənə qalan bunlardır da. Baxaq görə nə var. Hə, naskılar orada göstərdim sizə. Ay, alça dağıldı. Alça dağıldı. Belə naskı götürdük. Burada elə bildik birinci 5 ədəddir. Sonra baxdıq ki 10 ədəddir. Baxın qızlar, 10 ədəddir. Bizdə ən çox, necə deyim, cırılan, dağılan naskidir. Nə qədər naski alsaq yenə də lazım olur. Bunları yığaram və oğlum üçün naskılar aldıq, yoldaşım üçün. Evdə ən vacib olan şeylər deyərdim. Və özümə nə aldım xanımlar? Göstərim sizə, bu alçanı yığım, ilk öncə bunu yığım. Elə eskarpinin yanından belə göycə alçası adı ilə satılan 4 manatlı alça götürdü. Yumuşaqdır, suludur, yaxşıdır. Və özümə belə bir dəst götürdüm. Çox rahatdır, nəzikdir. Qəhvəyi rəngdədir. İndi bilmirəm, buradan rəngi necə görünür. Tünd görünür. Tünd qəhvəyidir əslində. Baxın, bu da koftası. İndi giyinərəm. Emrazmerin götürdüm. Emrazmer əynimə yaxşı oldu. Belə üstlüyü var. Geyinim əynimdə baxın. Baxın qızlar, belə bir şeydir. Burası bir tərəfi qısa, bir tərəfi uzundur. Çox rahatdır. Buradan bilmirəm necə görünür. Rahat bir materialı var. Deməli, bunu götürdük 63 manata. Pişmaniye açanda həmişə peşman olurum. Çox əziyyət çəkirəm bunu açanda. Ama çox sevirəm dadını. Bunun paketləməsini hələ indiki normal açdığım vaxt olmuyor. Həmişə bu vəziyyətə qoyuram. Fıstıqlı çox dadlı olur. Ama ki çok kalorilidir daha xanımlar. Çay da süzək, içək. Deyəcəksiniz ki, hər dəfə bu çaşkada çay içirsiniz. Amma qızlar, bu çaşkanı çox bəyənirəm. Sevərək aldığım bir çaşkadır. Əslində bunu özümə almamışdım. 3 dənə dəst almışdım belə nəlbəki ilə hədiyyə verməyə. Səhv eləmirəm 8 mart idi. İkisini hədiyyə verdim, biri özüm üçün saxladım çünki çox bəyənmişdim. Artıq neçə günün başında qonşu mənə gətirdiyi o yarpağı çıxarıram salafanın içərisindən. Artıq bir həftədir ki bu yarpaq buradadır. Yaxşıca yuyum. Bilmirəm necə yarpaqda düzü. Qonşu sağ olsun gətirib, böyük yarpaqlardır. Onda rayondan gətiriblər, yaxşıca yuyum, pörtlədim və yarpaq dolması büküm. Böyükdür, ona görə tük dolması kimi uzun-uzun bükəcəm. Bir neçə dəqiqə qaynar suda pörtlədirəm. Həm turşuluğu çıxır, həm də ki yumuşalır. Sonra süzürəm, keçirəm dolmanı hazırlamağa. Bu arada ən sevdiyim yeməklərdən biri də yarpaq dolmasıdır. Əlbəttə ki yarpağı əgər dadlıdırsa. Soyuq su əlavə edirəm içərisinə. Daha sonra suyunu süzəcəm. Qaynar suyu birbaşa moykaya əlavə etmirəm. Çünki moyka mərmərdir, istəmirəm ki xarab olsun.
Belə yaxşıca suyu süzülsün. Keçək dolmanın içliyinin hazırlanmasına. Burada ərzaqları görürsünüz. Ətdir, düyüdür, duzdur, istiyotdur, sarıkökdür, nanədir, soğandır. Bunlardan istifadə edəcəm. Göyərtim təəssüf ki yoxdur. Buna görə də əlavə göyərti içərisinə əlavə etməyəcəm. Keçirəm soğanları xırdalayıcıdan keçirməyə. Ət yağlıdan əti götürmüşəm. İstəyə görə quyruq da əlavə edə bilərsiniz. Məncə bəsdir, çox kiçik xırdalayıb suyun çıxartmağa ehtiyac yox. Digər ərzaqları da içərisinə əlavə edirəm. Düyü əlavə edirəm. Duz əlavə edirəm. Sarı kök əlavə edirəm. Qara istiyot əlavə edirəm. Nanə əlavə edirəm. Və içərisinə yağ əlavə edirəm. Mən əridib əlavə etdim. Əgər quyruq əlavə etmişsinizsə, yağı çox əlavə etməyə ehtiyac yoxdur. Ancaq onu qeyd edim ki, dolma yağlı daha dadlı olur. Yaxşıca qarışdırıram. Dırnaqlarımızın olduğundan əlimlə qarışdırmadım. Dolmanın içliyini hazırladım. Keçirəm dolmanı bükməyə. Belə böyük yarpaqlardır. Böyük yarpaqlar olduğu üçün də uzun-uzun Türk dolması kimi bükəcəm. Başlayaq. Düzü mən çox nəzik sevmirəm. Bəzən çox nəzik eləyirlər. Mən çox nəzik bəyənmirəm. Buna görə də normal formada bükəcəm. Əslində mən əlimdə bükürəm. Sadəcə sizə göstərmək üçün indi burada taxtada bükəcəm. Əlimdə daha rahatdır, nəinki taxtada. Əlimdə daha doğrusu tez olur. Taxtada isə bükdüyümüz zaman səliqəli olur. Baxın, belə bu qalınlıqda oldu. Məncə daha yaxşıdır. Çox nəzik olduqda içliyi az olur. İçliyi az olduqda isə sanki yarpaq yeyilmiş kimi bir hissiyat yaradır insanda. Buna görə də məncə normal qalınlıqda bükmək daha məsləhətlidir. Nəinki kiçik-kiçik. Bir video koyum, kino koyum, oturum büküm. Çünkü bu bilirsiniz ki yarpaq dolması uzun storyyadır. Belə yığıram. Qoyuruq bişməyə. Qaynadıktan sonra aşağı xodda qoyacaq. İndi qoymuşam gül xodda, qaynayan kimi aşağı xoda alacağım. Bir də onu qeyd etdim ki, mütləq üzərinə qaynar su əlavə edirik ki, kəfe üstünə çıxmasın. Artıq yeməyimiz hazırdır. Gəlin yaxından baxın. Kızlar, budur möhtəşəm yarpaq dolmamız hazırdır. Bu dəfə uzun formada hazırladım. Görün necə gözəldir. Yeməyi bişirdim, yedik. İndi isə keçirəm ev işlərinə.
Bu heç sevmədiyim ütü işinə niyə sevmirəm? Çünki vaxt aparan işdir, həm də ki səbir lazımdır. Buna baxmayaraq həftədə bir dəfə ütü işi ilə məşğul oluram. Bu da keçən vlogdan qalmış çolprastinadır. Yığılıb qalıb ütüləməyimi gözləyirdim. Desəz ki, necə yəni keçən vlogdan qalmış? Keçən vlogda qeyd etmişdim xanımlar, qonaqlarım var idi. 3-4 gün qonaqlar bizdə qaldılar, rayondan gəlmişdilər. Həmin çolprastinadır, yuyub qoymuşdum. Artıq bir həftədir ki, ütüləməmişdim. Qərara gəldim ki, onları ütüləyim. Ümumiyyətlə, ütü işini həftədə bir dəfəyə salmağa çalışıram. Əgər vacib bir paltar yoxdursa ütülənəsi, həftədə bir dəfə edirəm. Bir yaxşı mahnı açıram, şuh mahnı əlbəttə ki, yəni məni həvəsdən salmasın, daha da hərəkətli olsun ki, mən işimi tez bitirim. İşimi görə sizlərlə söhbətləşmək istəyirəm. Daha doğrusu xanımlar, sizdən məsləhət almaq istəyirəm. Əsasən də YouTuber xanımlardan və yaxud da edit proqramlardan istifadə edən xanımlarımız yəqin ki var məni izləyən. Sizlərdən məsləhət almaq istəyirəm ki, siz video düzənləyən zaman hansı proqramdan istifadə edirsiniz? Məni sorursanız, mən CapCut'dan istifadə edirdim. Bugünə kimi CapCut'u sildim. Desəz ki, niyə? Çünki CapCut son zamanlar hər şeyi pullu edib, hətta axır gördüm ki, mən 4K çəkib atdığım videoyu həmin proqrama 720 ilə çıxarır. Pul ödəməliyəm və ayda $7 və yaxud da illik $77 bunu ödəməliyik ki, biz bəzi orada videonun kalitəsini, yəni keyfiyyətini artıran bəzi edit materiallardan istifadə edə bilək. Mənə uyğun olmadı, ona görə başqa bir proqram yüklədim. Düzün desəm, bundan da məmnun deyiləm, donur, səslər qarışır, nəsə belə. Ancaq buradan demək istəyirəm ki, əgər sizin məsləhət bildiyiniz bir proqram varsa, onu şərhlərdə qeyd edin, mən ondan istifadə edim. Ümumiyyətlə, CapCut gözəl proqramdır, çox yaxşı editlər etmək mümkündür. Sadəcə olaraq, axır vaxtlar hər şeyi pulda etdiyinə görə, yəqin ki, onu telefondan silən tək mən deyiləm. Ya siz kifayət qədər pul qazanmalısınız ki, ora pul ödəyəsiniz CapCut'a və hər şeydən istifadə edə biləsiniz. Və yaxud da məni kimi hələ o boyda pul qazanmıram ki, mən CapCut'a da pul verim, vergiyə də pul verim, başqa yerlərə də pul verim. Hələ mənim o boyda gəlirim yoxdur YouTube'dan. Nə vaxtsa bəlkə yüksək məbləğ qazananda bunu edə bilərəm. Ancaq hələlik CapCut'a bay deyirəm. Əgər məsləhətli proqramınız varsa, mütləq yorumlardan qeyd edin, ondan istifadə edəcəm. Və keçirəm piroqumu bişirməyə. Xanımlar, bu piroqu ayrıca resept kimi paylaşmışam artıq YouTube'da. Həqiqətən çox dadlıdır, kəsmikli piroq. Çiyələklə hazırladım, möhtəşəm alındı. Mütləq siz də hazırlayın. Ümumiyyətlə, hər zaman xanımlara deyirəm ki, gözəl alınmayan reseptimi mən YouTube'da paylaşmıram. Qızlar, gedirəm, hazırlaşdım məktəb uşaqlarla görüşməyə. Daha doğrusu məktəb qızlarının bəzisi Bakıdadır. Onlarla görüşməyə gedirik. Artıq məktəbi bitirənləndir. Onlarla görüşməmişik 15 ildir.
şokolad evi. Benim salsam ama. Yo. Aha. Bu da maketlərdir. Yoldaşım o qədər məni çox istəyir ki, baxın. Adımı alıbdı. Axtarsam tapanmaram. Bir neçə gün bundan öncə sinif yoldaşlarımızla danışdıq. Qərara gəldik ki, artıq neçə ildir görüşmürük. Ən azı Bakıda yaşayan sinif yoldaşlarımızla, yəni qızlarla görüşəyə qərara gəldik. Ortaq nöqtəyi seçdik. Hər birimizə yaxın olan deyim, ən yaxın olan Gənclik Molu seçdik. Gəldik Gənclik Mola. Qızlarımız içində mən qarışıq öz uşaqlarını da gətirmişdi. Uşaqlarımızla bir-birlə tanış oldu. Həqiqətən çox möhtəşəm bir zaman keçirdik. Ümumiyyətlə, keçmişi, gələcəyi, hər şeyi yada saldıq. Artıq 15 il idi ki, biz bir-birimizi görmürdük. Həqiqətən də insanlar çox dəyişilir. Yəqin ki, qızlarımız da, yəni sinif qızlarımız da mənim haqqımda onu düşünə bilər. Zaman və yaşadığı mühit, düşdüyün ailə insanı dəyişir. Nəysə gözəl bir gün oldu. Ümumilikdə gəzdik, yorulduq, parka getdik, açıq havada gəzdik və Gənclik Molda yedik, içdik. Sonda yenə qayıtdıq. Gənclik Molunun yanında belə teras vardı. Orada oturduq, çay içdik. Buranı çox bəyəndim. Hava o qədər gözəl idi ki, biraz külək var idi, sərin idi. Həqiqətən möhtəşəm açıq havada çay içdik. Çox bəyəndim mən buranı. Yəqin ki, ilk dəfə getmişəm, davamı olacaq. Nəysə xanımlar, bu vlogu belə gözəl xatirələrlə sonlandırıram. İnşallah gələn videolarda, gələn vloqlarda görüşərik. Hələlik deyirəm, əgər baxdınızsa, bəyəndinizsə mütləq like atın, abunə olun. Abunə olun ki, gələn videolardan xəbərdar olasınız. Like atın ki, mən bu video üçün əziyyət çəkirəm, videomun əziyyətinə dəysin.